Ne deyirdim, sözüm harda qalmışdım. Hə, 87-ci ildə Take Part In iştirak etdi. 2 yıl sonra 89-da nə etdi? He started close to home by organizing community event. Baxın burada start sözünü, başlamaq sözünü launchla əvəz edib. Organize, e, organizing a community event. Yəni burada görürsüz ictimai bir tədbir başlatdı. Təşkil edərək ictimai bir tədbir təşkil edərək bir proqram başlatdı. Hansı proqram? Clean Up Sydney proqramı kampaniyasına başladı. Yəni o şeydən əsas çıxaraq launched a campaign to solve the problem. Bu problemi həll etmək üçün bir kampaniyaya başladı. Hansı kampaniyaya? Clean Up Sydney kampaniyasına. Belə. Ayşən, sənin səhvin var idi digərlərində bu mətndə. Yox, yaxşı yazmışam mətnləri. İkisi də doğrudur, hamısı. Bəli, bəli. Bir də o bayaq dediklərim idi də, onlarda true false-larda səhv eləmişdim. Əslində bu mətn çətin mətn olsa da şeydi, yəni sualları məncə rahat idi. Bir dənə o 8-ci sual biraz çaşdırıcıdır. Aspire nə deməkdir? Arzu. Arzu, tutku, bəli. Çox böyük istək. Bəli. Bu nədir başqa? Desire. Have a strong desire. Sonra şey də var. Necə? İstəkli olmaq, can atmaq. Ə, Necə? istəkli olmaq, can atmaq. Aha, bəli, bəli. O sözlər nə, onlarla da sinonim gedə To bilər. be eager to, Eager willing to, to. bəli, willing to, yes. Sonra bir dənə də var idi. Buna sinonim keen Keen, on. keen idi. Ha, keen on. Şey, aspire bir də şey, ambitious da gedə bilər də, ambitious. Çox məqsədli, tutqulu, eyni anlama gəlirlər. Burada İllah, sən yazmısan sınağı. Sən qulaq asırsan bizə elə. Yaxşı, verin suallarınızı. Qrammatikadaydı, dedi suallarınız. Bir de bir şey diyeceğim burada. Who welcomed Laura at Saint Martin? 15. sualda. Welcome ne demekti? Qarşılaşmaq, Karşılamak, karşılaşmak olur. qarşılamaq. Karşılamak sinonimi neydi? Karşılamak, salamlamak. Greet, Greet, yes. Yəni mətndə onu greet-lə əvəz edir. Yəni gərək onun sinonimini bilməliyik. Kim qarşıladı Lauranı? Laura was greeted by her family, friends and many fans. Ailəsi, dostları və azarkeşləri tərəfindən qarşılandı. E, belə. Bax, məsələn, didn't şey bu ipucularla görsəsə didn't know, bilmirdi heç nəyi ki, bax, inkarlıq var, səhv çıxıb. Çox hallarda %90% hallarda elə mən dediyim ipucularla tapsaz, bir də biraz diqqət yetirsəz, həqiqətən çox dəhşət çox söz bilmədən də əslində tapmaq olur mətn suallarını. Qarışıq salmayıblarsa. Sonra şey, harda var sualınız deyin. Mənim qrammatikada da 16-nı yaza bilməmişəm. Bu zamanları mən Bax, heç başa cümlənin düşə sonunda bilmirəm. tense form deyəndə, əgər o cümlənin sonunda at 7 o'clock saat 7'de in January yanvar ayında nə bilim on Tuesday ikinci gün in summer yayda in on ətlə zaman zərfləri verilibsə dəqiq. Yəni in on ətlə verilən zamanlar dəqiq zamanlarda falan ayda, falan saatda, falan ildə, falan gündə. Onda orada heç vaxt have, has, had participle to. Yəni perfect bitmiş zaman formaları ola bilməz. Çünki bitmiş zaman dəqiq zaman deyil. Aynen beyni attık. Zamanlarda bize ipucu bir zaman zərfi olur, bir bağlayıcılar olur, düzdürmü? When, while, till, until bağlayıcıları. Bir de ki Bəli, zaman uzlaşması olur. Ama burada onların hiçbiri yoktur. Bir dediğim bundan tapırıq. Bir de burada ipucumuz enddir. Görsən bir cümlə daxilində endlə bağlanan iki feil var. Əgər feillər endlə bağlanıbsa, onların hər ikisi eyni zaman formasında olmalıdır. Yəni hər ikisi ya keçmiş sadə, təkcə eyni zaman yox ha, eyni zaman forması. Yəni biri keçmiş sadə, biri keçmiş davamıcı ola bilməz. İkisi də ya keçmiş sadə, ikisi də ya indiki sadə, ikisi də ya gələcək, ikisi də ya indiki davamıcı. Aydındırmı? Bax məsələn, bəli, Y-də had got past perfect keçmiş bitmişdi, left ama keçmiş sadə. Got keçmiş sadədə, had left keçmiş bitmiş. C-də ama bax, C-də got left. İkisi də keçmiş sadədir. Got in, maşına mindi and left for the airport. Aeroporta getdi. Aydındır? bəli. Sonra 17'də də var hə səhvin.
17-də mən A yazmışam. Bax, Amma burada yoxdur. bax fikir ver. Jane does Azer, Neither has Jane. Həm negativ cümlə qaydası var, həm də qısa cavab qaydası var. Negativ cümlələrdə ən birinci ipucumuz bir cümlədə ki inkar olmazdı, düzdür? Bəli. Never, doesn't. S'də məsələn iki dənə inkar var. Doesn't, never. Sonra inkar cümlənin sonunda. İnkar cümlədə hansı sözlər işlənə bilməzdi? Onları rast gəlsək səhv. To, also, bunlar olmaz. Yəni bunlar təsdiq cümlələrdə işlənirdi. Sonra hansılar idi? Was, So, will, yox, so yoxdur. was also, Bəs will, and some. And some'ı burada yazmayayım. The to also, both, still. Bir də ki, and və some'da olmaz. Amma and və some'la bağlı istisnamız var idi ki, and və some inkar cümlənin başında gələ bilər. Amma inkardan sonra some çevrilir nəyə? Eyniyə. eyniyə. And isə çevrilir Or, nor, ora, ora. or. Ha, bunlara fikir verin. Deməli, bax D-də neither norla birləşir. Buna da fikir verməliyik. Either or, neither nor, not only but also. Amma burada nə var? İnkar cümləsi sonunda to var. Bu getdi. Evet. İndi A, B, Y-də sırf qısa. Bir də bax inkar cümlədə bu don't, doesn't, didn't hissəsinə də diqqət edin mütləq. Don't, doesn't, didn't-dan sonra birbaşa mütləq şəkildə feil gəlməlidir. Sadə feil. Yəni başqa bir hissəsi gələ bilməz. Yəni to-lu feil də gələ bilməz. Doesn't go, didn't come, don't invite. Ona fikir verin. Düzdür, burada elə bir səhv etməyib, amma edir. Sonra indi qısa cavablarda so do I, neither do I məsələsində nəyə baxırdıq? Verilən cümlə təsdiqdirmi, yoxsa inkardırmı? Təsdiq cümlənin qısa cavabı təsdiq olurdu, yoxsa inkar? Təsdiqinki təsdiq olmalıydı. Bəli. Hansılar olurdu təsdiq cümlədən sonra? So-la ol. So, So, köməkçi feil, mübtəda. bir də mübtəda. Sonra təsdiq cümlənin sonunda Also idi. to, bir də olsun. Bir so, bir to, bir də also olurdu. İnkar cümlədən sonra Bəli. hansılar olurdu? Neyzə idi desən. Neither, amma söz sırasına da diqqət Ay, edin. Köməkçi feil mübtəda. mübtəda. Nor, köməkçi feil mübtəda. Və either amma harda olurdu? Cümlənin sonunda. Necə cümlənin sonunda? İnkar cümlənin sonunda. Sən etdiyin səhvdə elə bax odur. Mən indi fikir verirəm. Burada vergüldən ayrılır. Olsun da. Nöqtə ilə. Eli O çatdı. nöqtə ilə ayrılanda o deyir qısa cavablarda onda deyəsən. Yo, o başqa şeydir. Nöqtə ilə ayrılan o suallardadır. Məsələn, deyirəm ki, dialoq sualları deyirik. Məsələn, deyir ki, e, she passed the exam. O imtahandan keçdi successfully. Aha, müvəffəqiyyətlə keçdi. Sonra burada da altda nöqtə qoyub, altda da qısa sual verir. Did she? Doğrudan yəni. Bax, bəli, onda nöqtə qoyub sual versə, təsdiqə təsdiq, inkara inkardır. Bəli, mən onu elə Amma yox, fikirləşmişəm. sən yenə getdin ya o tərəfə. Burada da onsuz da təsdiqə təsdiq, inkara inkardır. Nəsə oralara girməyin. Uje Allahım çollam gedir. Bax, ada səhv odur ki, doesn't-dur, cümlə inkardadır. Either-la təsdiq. Bəli, Amma səhv odur ki, xəbər inkar olmalıydı. Doesn't either. Çünki either sondadırsa xəbər inkar olmalıdır. Aydındır? bəli, Bir də bəli, bəli. səhvdir. Bax, bu qısa cavablarda bu köməkçi feil hissəsi, neither köməkçi feil, so köməkçi feil. Köməkçi feil birinci cümlənin xəbəri ilə uyğunlaşmalıdır. Yəni xəbər hansı zamandırsa, ikinci tərəfdə o zaman köməkçi feil olmalıdır. Doesn't, yəni göz qabağındadır. Doesn't deyirsə, deməli burada da nə olmalıdır? Do ya da does. Does-cıyım. Aydındır? Həm Bax, də mən buna necə baxmışam? Bir inkarlıq varsa ikinci bir inkarlıq olmaz. Yəni belə yəni sən baxmışam buna ona. da cavab kimi baxmamısan qısacası. Hı. Y düzdür də, baxın, doesn't cümlə inkardır. Neither-dan təsdiqləyib, köməkçi feilimizdə doesn't uyğun olaraq doesdır. Sonra Səhvim yoxdur. Hə, buydu səhvim. bir dənə bura baxaq, 19-la da 20-yə baxaq, vəsyo. I see your, bu fərqli bir sual düşmüşdü 2023. Ay yox, 2024-ün deyim sınavını. I see you're talking again. Bu sırf logical, sözə dayalı bir məntiqi sualdır. Mən görürəm ki, siz yenidən söhbət edirsiniz. What do women
Always talk about. Burada bax, zamana da fikir verməlisiniz. What do women always talk about? Qadınlar həmişə nə haqqında danışırlar? Bax, deyir ki, nə haqqında? What about? İki direkt olmaz. They are talking to one another. Onlar bir-biri ilə danışır deyir. Demir ki, kimlə danışır qadınlar. Deyir what about, nə haqqında? Burada isə one another bir-biri ilə danışır deyir. Bu səhvdir. Bax, bu üç niyə səhvdir? Çünki used to keçmiş zamanda cavab verib ki, qadınlar onlar uşaqları haqqında danışardı keçmişdə. Amma do indiki zamanda sual verir, ümumi sual verir sənə. Ona görə üçdə olmaz. Beşdə isə some women prefer doing the housework when they are over. Bəzi qadınlar ev işi görməyi üstün tuturlar. Yəni demir ki, nəyi üstün tuturlar, deyir nə haqqında danışırlar ümumiyyətlə. Ona görə ki 3-5 ola bilməz, qalır 1-4. They usually discuss their family problems. Əsasən ailə problemlərini müzakirə edirlər. Bir də the most common topic is their husbands. Ən əsas mövzu onların ərləridir. Put off, postpone nə deməkdir? Ləngimək, təxirə salmaq demək. Bəli, təxirə salmaq. Sinonimi bir dənə də var. Delay. Delay, yes. Bunlar sinonimdilərsə, deməli the same, eynidirlər də, yəni. Close Bəli. ola bilərdi, amma qabağına not verib. Not close yaxın deyildi, yəni yaxın mənalı deyil. Where is different, yəni ikisi də nədir? Where is different, bunlar sinonimdir. Sinonim sözcüklər, daha doğrusu müxtəlifdir, fərqlidir, oppositdir, əksdir. Belə, başqa sualınız var mənə? Mənim yox müəllimə. Tamam, onda oldu. Gecəniz xeyrə qalsın. Oldu, sağ olun, mənim gecəniz xeyir. Tamam.